Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. TikTok sosial şəbəkəsində həyat yoldaşına məxsus səhifədə narkotik vasitəni təbliğ edən video yayan bloger həbs edilib. Xəbər verilir ki, məlumata görə 94-cü il təvəllüdlü fərdi əmək fəaliyyətlə məşğul olan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması maddəsi ilə protokol tərtib olunub. Məlum olub ki, Elşad Hüseynov 12 oktyabr 2025-ci il tarixdə həyat yoldaşı ilə birlikdə narkotik vasitənin təbliğ olunduğu qlobal trend videosunu çəkib və xanımının TikTok səhifəsində paylaşıb. Həmin şəxs məhkəmədə videonu çəkərkən onun narkotik vasitələrdən istifadənin təbliğ məqsədi daşımasından xəbərsiz olduğunu, sadəcə qlobal trend videosu olduğunu düşündüyünü, bloger olduqları üçün trendə qatılmaq məqsədi ilə çəkib paylaşdığını deyib. O, əməlindən səmimi peşmanlıq hissi keçirdiyini bildirib. Məhkəmənin hökmü ilə həmin şəxsə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 20 gün həbs edilib.